Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilib. Bu dəfəki qonaq Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov olub. Tədbirin əvvəlində dövlət himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Məşğələdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramiz Hüseynov və müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər iştirak ediblər. Bələdiyyə sədri çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin yerli özünü idarəetmə modelinin qurulması, bələdiyyə institutunun formalaşması və inkişafı istiqamətində gördüyü işləri geniş təhlil edib. O qeyd edib ki, 1999-cu ildə ilk dəfə keçirilən bələdiyyə seçkilərində Sumqayıt şəhərinin bələdiyyə sədri məhz Zakir Fərəcov olub. Şəhərdə bələdiyyə sisteminin formalaşması və inkişafı onun adı ilə bağlıdır. İllər ərzində bu sahədə müəyyən durğunluq yaşansa da, Zakir Fərəcov Sumqayıta rəhbər təyin edildikdən sonra bələdiyyə sistemi yenidən inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin diqqətinə çatdırılıb ki, hazırda ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində aparılan abadlıq quruculuq işləri yüksək templə davam edir. Şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Onların Sumqayıt Bələdiyyəsinin inzibati binasında qəbulu gün boyu təşkil olunur. Xüsusilə vurğulanıb ki, Sumqayıtda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastruktur yeniliklər, ətraf mühitin qorunması, ictimai xidmətlərin təkmilləşdirilməsi və şəhər mühitinin modernləşməsi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin idarəetmə fəlsəfəsinə əsaslanır. Görüş interaktiv müzakirələrlə davam edib. Gənclər bələdiyyələrin fəaliyyət istiqamətləri, şəhər idarəçiliyi, sosial proqramlar, ekoloji layihələr, yeni şəhər salma konsepsiyaları, həmçinin gələcəkdə bələdiyyə mülkiyyətinə ola biləcək məktəb və kursların əhəmiyyəti barədə suallar ünvanlayıblar. Cavab olaraq bildirilib ki, Sumqayıt Bələdiyyəsi hazırda bütün qurumlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini gücləndirib. Şəhərin küçələri icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bələdiyyənin daxili imkanları hesabına mərhələli şəkildə asfaltlanır, işıqlandırma sistemi tam şəkildə yenilənir. Bundan əlavə, gələcəkdə bələdiyyə üçün müasir üslubda yeni inzibati binanın tikilməsi də planlaşdırılır. Adil Xudatatov gələcəkdə bələdiyyə könüllərinin yaradılmasının vacibliyini qeyd edərək, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Tədbir Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə yekunlaşıb. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.